Herkese salam. Bugün sizlə Erfonun bugün keçirilən rayon şəhər turunun 10-cu sinif suallarına baxacağıq. Gəlin başlayaq. Birinci sualımızdan. Adi dərəcədə olan sifətləri müəyyən edin. Bumbuz. Bumbuz nəyə görə adi dərəcədir? Çünki biz demişdik ki, buz sözü isimdir. Buna görə də biz bunu çoxaltma dərəcəsində götürmürük. 2-yə baxaq. Kəm hövsələ. Yenə də bunu azaltma dərəcəsində niyə görə götürmürük? Çünki hövsələ sözü isimdir. Bunlar adi dərəcədədir. Açıq qəlblidir, açıq ürəklidir. Bunlar da eyni dərəcə. Açıq sözü rəng bildirən sözə qoşulub D-ilə yazılanda olur azaltma dərəcəsi. Büsbütün zərfdir. Kəmşirin də azaltma dərəcəsindədir. Ona görə cavab 1, 2, 3-dür. İkinci sual. Hansı fikrin əvvəlinə bəzi sözünü əlavə etmək mümkün deyil? Bəzi toplu isimlər cəm şəkilçi qəbul etmir. Bəli, ictimaiyyətdir, cəmiyyətdə əhalidir. Bəzi mürəkkəb cümlələrin növünə yalnız intonasiya gömləşmə mümkündür. Bəli, bu tabi isim mürəkkəb cümləyə aiddir. Yəni bəzən olur ki, bağlayıcı işləmir. Gün çıxdı, ətraf nura qərq oldu. Yəni biz bunu intonasiya ilə tuturuq ki, bu tabi isim mürəkkəb cümlənin hansı növünə aiddir. C variantı. Bəzi modal sözlərdən əvvəl və sonra vergül qoyulmur. Elə bildi, sankidir, bu kimi sözlərdir. Düz deyilmi? Bu da doğrudur. Bəzi nidal cümlələrinin sonunda nida işarəsi istifadə olunmur. Səhvdir. Nidal cümlənin sonunda mütləq nida işarəsi olmalıdır. Y'yə baxaq. Bəzi cümlələrdə xəbər iştirak etməyə də bilər. Bəli, adlıq cümlələrdir. Üçüncü sual. Nömrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Deyilənə görə onun atası məşhur el sənətkarı olmuşdur. Cümlədə həm sifət, həm də təyin işlənmişdir. El sənətkarıdır, ona görə bir xəbər gedir. Kim, onun atası necə məşhur? Həm sifət, həm də təyin. Təyin var. Yəni, əslində ayrı-ayrı nəzərdə tutur da. Təyin var, amma sifət yoxdur. Ona görə səhvdir, doğru yazıb. Ara söz fikrin mənbəyini bildirir. Bəli, doğrudur. Deyilənə görə atılar demişkən bu kimi sözlər. Yanlış yazıb deyə götürmürəm. İsmin iki müxtəlif halında olan sözlər var. Baxaq. Onun atası. Yəli haldan sonra gəlib, mənsubə şəkilçilidir adlıq hal. Elin sənətkarda qeyriməyə yəli hal. Bu düzdür, doğru yazıb götürürəm. İstinad bildirən qoşma işlənmişdir. Görəni deyir, doğrudur, amma yanlış yazıb. İki sözün yazışına səhv var. Mən burada bir dənə sənətkar sözünü gördüm. Yanlışdır, doğru yazıb. Cavab C variantı. Baxaq 4-ə. Hansı variantda uyğunluq var? Dünyadan köçmək, antonimi dünyaya gəlməkdir. Dünya görmək deyil. Dünya görmək ola bilər. Amma sinonimi canlı bağışlamaq əlaqəsi yoxdur. Yəni, dünyadan köçməkdir belə əsl sinonimi dünyaya gəlməkdir belə baxanda. B-yə baxaq. Həcalət çəkmək, ayıbına kör olmaq əlaqəsi varmı? Ürəyinə yatmaq qətiyyən olmur. Zəhləsi getmək, antonimi xoş gəlməkdir, sinonimlə yazıblar. Dilə gəlmək o deməkdir ki, yəni sinonim səbri tükənir, dilə gəlir. Antonim nədir? Hövsələsini basmaqdır. Yəni ki, səbr eləmək məna cəhətdən, frazoji antonim cəhətdən yox. Yəni bu mənaya gəlir. Antonimə. Yəni bu da doğrudur. D variantı. Kələni kəsmək, yalanını ortaya çıxarmaqdır. Taqətdən salmaq deyil, nə də gücləndirmək əlaqəsi yoxdur. Bu heç frazoji birləşmə deyil. Baxaq 5-ə. Müasir tibb və əczaçılıq sahəsində bitkilərdən istifadə qədim sivilizasiyaların təcrübələrinə qədər gedib çıxır. Deməli, bitkilərdən danışır. Bugün də dərman bitkiləri anlayışı müasir həyat tərzinin təbiətə qayıdışı ideallaşdırması ilə bütün dünyada məşhurlaşan bir trendin mühüm mövzularından birinə çevrilib. Boşluq qoyulub, təbiətin insanlığa bəxş etdiyi bu şəfa mənbələri müasir elm və texnologiyanın töhfələri sayəsində gələcəkdə də ümid mənbəyi olmağa davam edir. Deməli, burada bitki mənbələrindən söhbət gedir. Bugün bir çox yoxucu xəstələr müalicəsində müasir sual yanaşı ənənəvi üsullar tam düzgün deyil. Buna görə dünyada alternativ tibb tətbiqlərinə bu artıq texnologiyaya gedir, ona görə səhvdir. Keçmişdə olduğu kimi bu gün müalicə və sağlam həyat tərzində bitki yönəmində istifadə olunur. Bəli, elə bu mənbələr sayəsində də gələcəyə, yəni ki, ümid ortaya çıxır. Ümid mənbəyi olur. C doğrudur. Yeni bitki növlərinin kəşfi ilə alternativ tibb sahəsindəki tərəqqi müasir tibbin müalicəyə şübhə altına alınmağı, bu da səhvdir. Ənənəvi həyat tərzində müasir həyata keçiddə insanlar şəfalı bitkiləri yenidən şərh edərək təsnif etmişlər. Burada sırf bir mənbədən danışmır. Bizə deyir ki, bu mənbələr vasitəsilə, yəni mənbə olmalıdır. Ona görə C-dir. 6-ya baxaq. Cədvələ və nümunələrə əsasən uyğunluğu müəyyən edin. Birinci cümləyə aid doğru, ikinci cümləyə aid yanlış.
Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər. Həmsiz xəbər sadə cümlədir. Dayanar nə ədalət, dönər nə hər şey. Bu həmsiz xəbər sadə cümlə deyil. Hər bir xəbərin ayrı mübtədası var. Ona görə səhvdir, bizə doğru deyir. Biri çıxardıram. Həm təsvirlənən və təsvirlənməyən fe'l işlənir. Baxaq. Qalan sözü təsvirlənməyəndir, dönər təsvirlənəndir. Bu doğrudur. 2-ni götürürəm. Yalnız qrammatik manson söz işlənməmişdir. İşlənib. Kimi sözü bəs nədir? Yalnız qrammatik manson sözdür. Ona görə bu da yanlışdır. İkinci cümlələr yanlış fikirdir. 3 müxtəlif cümlə üzvü işlənmişdir. Təyin var, mübtəda var, xəbərimiz də var. Doğrudur, amma bizə yanlış istəyir deyə 4-ü götürmürəm. Yazışa dəyişik fərqlənən söz yoxdur. Niyə yoxdur? İnsandır. Heç səhv etməyən. Düz deyilmi? Bu yanlışdır. Bizə elə ikinci cümlələr yanlış istəyir. 5-i də götürürəm. 2-dən 5 B variantı. 7-ci sual. Hansı cümlədə fe'l sifət tərkibi zərflik kimi işlənir? Fe'l sifət tərkibi nə vaxt zərflik kimi işlənir? Məsələn, mən onu ağlayan gördüm. Nə tərzdə, necə gördüm? Bu kimi cümlələrdir. Baxaq. Mən onu həmişə işini vicdanla yerinə yetirən tanımışam. Fikir verin, mən dediyim cümlənin eynilik təşkil edir. Ona görə cavab A-dır. Burada nə səbəbədir? Burada yox, etdiklərimiz yox, heç tərkib deyil. Burada da zərflik deyil. Burada da eynilik yoxdur. Cavab ona görə A-dır. 8-ə baxaq, durğu işarələrdir. Cümlədə buraxılmış durğu işarələrini müəyyən edin. Deməli, qardaş, İskəndərnamə poemasında oxu deyə dostu üzünə tutdu, gözəl əsərdir. Deməli, birinci vasitəsiz nitqdir, tiremizi qoyuruq. Başda. Qardaş, vergül. İskəndərnamə təbii ki də əsər adlı dırnaqdır. Poemasında oxu, vergül. Sonra vasitə nitq gəldiyi üçün tiremizi qoyuruq. Deyə dostunun üzünə tutdu. Yenə vasitəsiz nitq gəlib. Ona görə də vergül və tire. Fikir versəz, bax, burada vergül niyə qoyuruq? Bax. Balaca ilə də yazdım. Yəni ki, vergül olmalıdır. Yeni bir cümlə başlaya bilməz. 3 vergül, 3 dənə tire olmalıdır və dırnaqlar da var. Belə. Sonra 9-cu sual. Cəsarətlə sözünün fonetik xüsusiyyətlərlə bağlı doğru fikirlər. Biz bilirik ki, cəsarətlə sözü zərfdir. Cəsarət sözünün kökü lədə, leksik şəkildir. Doğru və yanlış. Yazışı və tələffüz arasında 2 fərqli məqam var. Baxaq. Cəsarətlə. 2 fərqli məqam var, doğrudur. Vurğusu son hecanın üzərinə düşür, biz bilirik ki, zərf düzəldən ladı, əndi, cəssadı vurğu qəbul etmir. Sözdə qarşı olma 2 samit işlənib, xeyr, 3 dənədir. Sözdə yalnız açıq sahətlər işlənmişdir, bəli, doğrudur, amma yanlışlarını yazıb deyə götürmürəm. Ahəng qanunu pozulmamışdır, xeyr, pozulub, ə də var, a da var. Yanlışın altına yanlış yazıb deyə götürürəm. 2 hecası samitlə bitir. Heca söhbətini biz yazılışa baxdıq. Cəsarətlə. 1 hecası bitib deyə səhvdir. Yanlışın altına yanlış olduğuna görə götürürük. 1, 5, 6. Baxaq 10-cu sual. Tabeli mürəkkəb cümlələri göstər. Vasif yaxşı oxuyurdu, ancaq imtahanda zəif nəticə göstərdi. Bu sadə cümlədir. Biz bunun qabağına doğrudur, düzdür sözünü qoysaq, bu olacaq artıq tabeli mürəkkəb cümlə. Vasif yaxşı oxumasına baxmayaraq imtahanda zəif nəticə göstərdi. Burada xüsusiləşmiş tamamlıq var. Üzr istəyirəm, zərflik var. Sadə cümlədir bu. Götürməm. Baxmayaraq olanlar xüsusiləşmiş zərflik olur. Vasif yaxşı oxusa da, baxın, sağ üstə da imtahana zəif nəticə göstərdi. 3-ü götürürəm, tabeli mürəkkəb cümlədir. Vasif yaxşı oxuyurdu, ancaq o, baxın, mübtədamız var. Burada sadə cümlə idi. Burada artıq mübtədanı qoydular. Əlavə olaraq ayrı-ayrı xəbər mübtəda olduğu üçün tabelsiz mürəkkəb cümlə oldu bu. Doğrudur, Vasif yaxşı oxuyurdu, ancaq imtahana zəif nəticə göstərdi. Bəli, doğrudur qoyan kimi olur tabeli mürəkkəb cümlə. Daha cümlənin sindak təhlili baxdanmırıq yəni. Cavab olur 3-dən 5. Sonra 11-ci sual. Sadə cümlənin şəxsə görə növlərinə aid uyğunsuzluq. Bir dəqiqə. Bacadan evin ortasına düşən ay işığı get-gedə azalırdı. Azalırdı nə? Ay işığı. Müəyyən şəxs cümlədir, bəli, mübtədası var. Belə şeylər uşaqlıqdan öyrənərlər. Bu ümumi şəxsidir, bəli. Eşitdiyi xəbərin ciddini alınca Məhəmmədin rəngi qaçdı. Məhəmmədin rəngi qaçdı. Nə vaxt, nə zaman eşitdiyin xəbərin ciddiliyini anlayınca bu da şəxsi cümlə doğrudur. Könlüdən keçənləri bilənlər onu məsxərəyə qoymazlar. Məsxərəyə qoymazlar kimi, onu kim? Könlündən keçəni bilənlər. Müəyyən şəxs cümlədir, amma qeyri-müəyyən şəxs yazıb deyə səhvdir. D-ni götürürəm, uyğunsuzluq istəyir. Filmlə həyəcanlı yerində işıqlar söndü, söndürülən işıqlar müəyyəndir, bəli. Hansı sözün harfi epiyasında 3 fərqli məqam var? Sənətkarlıqla
üzr istəyirəm, sənətkarlıq. Burada 2 dənədir. İstedat bir dənədir. Fırlanma. Fırlanma 2 dənədir. Çətinliklə 4 dənədir. Qətiyyətlə 3 dənədir. Cavab 7. Sonra gələk ədəbiyyat suallarına. Qazan bəyin oğlu Ruz bəyin dustaq olduğu bu oyunla bağlı uyğunluq. Səbəbə baxaq. Qazan bəy ehtiyat edir ki, ölümündən sonra oğlu Ruza taxt-tacı verməzdir. Ona görə də nə edir? Qurduğu məclisdə ağlayır. Əl çala-çala ağlamağa başlayır bu. Əvvəl əl çalır, sonra oğlunu görəndə ağlayır. 1-ə B. Qazan döyüş yoldaşlarına oğlunu qılıncla 6 yerə böləcəyini deyir. Nə vaxt, nə zaman? Elə bilir ki, oğlu nə edib, qaçıb gedib döyüş meydanına. Ona görə də A gedir 2-yə də. Cavab olur 1B, 2A. Qalanlar zaten uyğun deyil. Sonra keçək 14-cü suala. Nümunədə fərqləndirmə hissə ilə bağlı fikirlər davam etdirin. Sərf qəbdi gül camalı. Baxın, camal necə gül, qəd necə sərf. Bunların yerini dəyişdiyi olacaq nə? Təşbih. Camalı gül kimidir, qəddi sərf kimidir. Amma baxın, qüvvətlendirici söz əvvələ gəlib. Təyin kimi işlənib, bu da epitetdir. Epitetin də vəzifəsi nədir? Fikir ifadəni söz qüvvətləndirci təyin edici kimi işlənir. Cavab D variantı. Bədii təsir vasitəsidir. 15. Dəhnamə poemasıyla bağlı yanlış istəyir. Bülbül oxudu sifat-ı hicran, dəryada dir oldu əbri neysən. Bahariyə səsdir, bəli. Yarın zülfü tək, yəni saçı tək qararır bunun günü. Bu da aşiqin əhvalıdır, yuxu görəndən sonra. Deyir, bir şadlıqla halımı elan etdim. Aha. Şəhərlərdə olur gədaya ənam. Səbanın məşuqə yanına getməsidir, doğrudur. Yaş etdi ümid evini parə, söydüm yenə. Deməli, bəxtini söyür. Öz yaramaz bəxtini nə vaxt söyür? Məşuqədən xoş cavab almayanda, ikinci məktubda, ikinci məktubun sonunda. Bu yanlışdır. Ona görə bunu götürürəm. Çünki aşıqın əhvalı yazıb. Yırtdı əlindən alıb kitabı, 1000 dənə eybin sayır. Bu da məşuqənin bağbanı və səbanı da anlaması doğrudur. Deməli, şiqayədən sual var. Yanlış istəyir. Əfsanələrin özünə məxsus girişi və sonluğu olmur. Doğrudur. Nə üçün? Yəni ki, olmur. Bunu hardasa oxumuşum, xeyr. Nağılların sonu xeyrin qəhvəsilə bitir. Bəli, xeyir şər üzərində qəhvə çalır. Halvarlar heyvandarlıqla, heyvandarlıq yox, əkinçiliklə bağlı nəğmələrdir. Ona görə cavab C-dir. Təmsil epik növ janrda doğrudur. Lirik növdə tərənnümə rast gəlmək mümkündür. Bəli. Nə vaxt tərənnüm olmur? Satirik şeirlərdir. Bəssalam, yəni əksər hallarda tərənnümdür. 17. Nümunə ilə bağlı yanlış fikir. Qafiyəsi burada yazılıb. Gəlin baxaq. Çarpaz qafiyələnmişdir. Baxaq. Aha, bəli, AB, AB. Rədif işlənməmişdir. Çiçəklərə könlümü, diləklərə könlümü. Baxın. Qafiyələnən sözdən sonra gələn könlümü sözü nədir? Rədifdir. Ona görə B variantı səhvdir. Sonunda epitet işlənib, bəli, odlu dilək. 4-4-3 kimi, şimşək kimi buludları qovaraq. 4-4-3. Verdim parlaq çiçəklərə könlümü. Aha, bunları da yoxlayaq. Bəli, 4-4-3-dür. Şeir vahidi bənddir, əlbəttə. Gələk İskəndərnamə ilə bağlı doğru fikir. Nüşabənin sarayında yalnız kişilər xidmətçi edirdi. Xeyr, kişilər var idi xidmətçi kimi, amma heç vaxt Nüşabə kişilərə belə deyək, əmir, onlar Nüşabədən əmir almazdı. Yəni gör nə qədər hörmət eləyirdi. Əsədə Pələngər İskəndərə ilə cəzalandırılır, doğrudur. Nüşabə İskəndərdən qorxduğunu Tanrı etiraf eləmir. Xeyr, etiraf eləyir, üzünü, yəni eybini sayır onun üzünə. Müəllif İskəndərə əsər boyu küsursuz təsvir edir, səhvdir. Hətta onu qorxduğunda təsəvvür edir, Nüşabənin yanındadır, hətta o saralır rəngi. Felequs öz ölkəsinin qədimdə yəni adətlərlə idarə edərək yeni qanunlarını çəkinir, bu da səhvdir. Belə bir şey yoxdur, cavab B-dir. Yanlış fikir, mövzu tarixi kateqoriyadır, bəli. Şeirdə həcrarlıq yaradan vasitədən biri də vəzindir, ölçüdür, doğrudur. Forma dəyişən, məzmun sabitdir. Xeyr, məzmun dəyişən, forma sabit olur. Forma necə dəyişən olsun? Biz bir şeirə həm deyə bilərikmi, o məsnəvidir, həm qəzəldir, ya da həm qafiyəsi falandır, həm də belədir. Xeyr. C səhvdir. Süjet kompozisiya əlaqəlidir, doğrudur. Aşıq yazıcının müəllifidir, bəli, ona görə biz bunu şifahi xalq ədəbiyyatından ayırırıq. Baxaq son suala. İmadəddin Nəsmin tərqət şeirlərində sufiyanə və hürufi fikirlər təbliğ edilmişdir. Sufiyanə nədir? İnsan bu dünya nemətlərindən əl çəkir, hürufidə isə Allah, yəni hər bir insana Allahdan bir parça var, ona görə insan müqəddəs varlıqdır. Onu döymək, söymək olmaz. Əvvəl sufiyanə yazsa da sonra hürufiliyə keçir. Nəiminin təsirinə Nəsimi. Bu da nəyin göstəricisidir? İnsan həm bəşər, həm də ilahi keyfiyyətlərə malik olmağının göstəricisidir. Real gerçəkliklə, məhəbbətlə, obrazlılıqla, xatirələrlə bunun əlaqəsi yoxdur. Ona görə cavab A variantıdır. Bu da belə. Çətin suallar idimi? Xeyr. Digər turlardan, yəni rayon illərdən fərqi odur ki, cəmi 20 sualdır, 2 saat yarıma.
Suallarda rahatdım. Digər izahların da 11-ci sinifində gəlməsini istəyirsinizsə, abunə olub, bəyənməyi və şərh eləməyi unutmayın.